Və bir dənə də siz müjdə söz deyim. Siz nə qədər çalışdınız, Rəbbinizə tərəf hərəkət elədiniz, Allah da sizə kömək edəcək, arxayın ola bilərsiniz. Sən mənəviyyatın üçün çalış, Allah sənə kömək edəcək. O bir nəfərin sözünü deyim sizə, o sağdır, Bakıda yaşayır. O deyir ki, mən deyir, yuxuda gördüm ki, sübh namazından qabaq idi. Yəni o kazıb yuxulan vaxtı deyildi. Gördüm ki, bir nəfər seyyid gətirdi, mənə açar verdi. Açar verdi bir də mənə. Yuxudan durdum, dedim, İlahi və Rəbbim, şükür sənə. Açar veriblərsə mənə, açar yaxşı şeydir yuxuda. Nəsə açırsan da, nəsə yoluma açılacaq, nədirsə. Amma deyir, öz-özümə fikirləşirəm ki, qurban olma Allah, mənim açarım nədir indi, nə bilim. Açar zikirdir, açar duadır, açar namazdır, açar sədəqədir. Öz-özümə də biraz gileylənəm ki, bunu axıra qədər deyin də, bu yarıyacan gətirib demişsiniz mənə, qalmışam ortada, indi açar axtarım mən. Özdə bu xütbə deyilən adamdır ya. Deyir, gün orta gəldi, yetişdi, keçmişəm, deyir, piş namaz durmuşam. 3-4 nəfər arxamdadır yəni, bir dərdə də uşaqdır yəni, bir 7 yaşında uşaq arxamda. Deyir, namazı qılıb qutaran kimi üzümü çevirdim arxaya, bunlar da oturub deyir. O uşaq da oturub. Deyir, o uşaq qayıtdı, dedi, əmi olar bir dənə sual verim? Dedim, buyur, ver. Dedi, əmi, belə bir şey deyirlər, cənnətin qapısının açarı namazdır. Düz söhbətdir bu. Cənnətin qapısının açarı namaz, düz söhbətdir bu, yoxsa yox. Bir anlıq dayandım, bu uşağa belə baxdım, 7 yaşında uşaq bunun verdiyi söz nədir? Yuxu da yadıma düşüb açar. Dedim, bir dənə dayan gəlirəm. Deyir, keçdim hədis axtarmağa, görüm belə hədis var yoxsa yox. Baxdım, gördüm, qalə Rasulullah, əs-səlat miftahul cənnə, namaz cənnətin açarıdır. Gördüm, hədis var səndə mən. Başa düşdüm ki, o seyyid ki yuxuma gəlmişi, seyyid Peyğəmbərin nəsli. İkinci bu uşağı Allah çıxartdı qabağıma. Bu xətibdir ya, 7 yaşında uşaqla xətibə dərs keçir Allah Teala ki, yəni özbə gəl ha. Sənə lazım olsa 7 yaşında uşaqla dərs keçərəm mən. Bu iki, üçüncü də qabağıma hədis çıxdı, başa düşdüm ki, mənim bütün müşküllərimin açarı namazdır. Namazımdan gələk müğayət olun. Namazıma gələk diqqət edeyim. Mən bunu anladım. Gördün Allah necə kömək elədi ona? Allah belə Allahdır.